Ve Allah Azze ve Celle ayet-i kerimede buyurur ki Ali-İmran suresi 31. ayette Estağfirullah. Kul in kuntum tuhibbunallaha fettabi'uni yuhibbukumullah ve yaghfir lekum zunubakum. Denen ki ey Muhammed sallallahu aleyhi ve sellem eğer Allah'ı sevirlerse seni izlesinler. Fettabi'uni ittiba eləsinler seni. Her bir şeyine bir ne tökmüsənsə bir hamısını yığıştırsınlar. Necə deyər. Və bunu tasavvuf ərbabı belə qələmə verir. Orada deyir fəttəbiuni izləməkdən çox həyatlarını sənin həyatının qəlbinin formasında. Qəlb bilirsiniz nədir? Bir şəkilləndirilmiş və içinə maye və yaxud da başqa bir şey töküldüyü halda həmən o formanın, həmən o şəklin halında quruyan, bərkiyən ümumi bir anlayışdır. Və deyir ki, onların Allahın Rasulunu izləmə şəkli Allahın diləməsi ilə belə olmalıdır. Həyatlarını deyir, əritməlidirlər. Ömürlərini əritməlidirlər və Allah Rasulü sallallahu aleyhi və səlləmin deyir, qəlbinə, yəni nümunə olduğu o şəklin içində tökməlidirlər. Və deyir, həyatları o qəlbin içində deyir, bərkiməlidir. Şəkilləri Allah Rasulunun şəklinə bənzəməlidir. Burada alimin hikmət sahibi o kimsənin demək istədiyi nədir? Yəni rəngləri Allah Rasulunun rənginə bənzəməlidir. Rəng nədir? Rəng la ilahə illallahdır. Bəs o rəngi qoruyub saxlayan nədir? O rəngi qoruyub saxlayan Allah Rasulunun sünnətidir. Biz fərzlərlə ömrümüzü yaşasaq əgər və qardaşlarımızla bir ortamda olsaq, şübhəsiz ki, əmin olaq ki, vallahi qardaşlar, sünnəti həyatına yansıdan, həyatına həyat edilən insanlar, həyatının parçası edilən insanlar rəngləri ilə bizdən fərqlənəcəklər. Biz çürüməyə, biz korlanmağa meyilli olacağıq ki, onlar olmuyor. Çünki niyə? Onların həyatının parçası Allah Rasulunun tərzləri qorumaq adına etdiyi sünnətlərdən ibarət. Bax, səhabə sünnəti sünnətdir deyə edərdi. Biz isə sünnətdir deyə tərk edir. Bax, fərqimiz budur. Səhabə deyərdi ki, sünnətdir, edim Allah və Rasuluna yaxınlaşıb. Biz amma sünnətdir deyə tərk edirik. Tərz deyək ki, sünnətdir. Buradan bizə bir günah yoxdur. Buradan bizə bir qınaq yox. Amma oradan bizə bir peşmançılıq var, əmin olun. Əmin olaq ki, oradan bizə bir peşmançılıq var. Və Allah Azze ve Celle deyir ki, və yuhibbukumullah, Allah da onları sevsin. Yəni sənə ittiba eləsinlər gözəl şəkildə ki, Allah da onları sevsin. Və yaghfir lekum zunub, və bütün günahlarını bağışlasın. Vallahu gafurur rahim, and olsun ki, Allah bütün günahları bağışlayandır.